Təsəvvür et ki, hansısa məclisə getmirsən və orada bir neçə insanla görüşürsən. Deyək ki, 10 nəfər və özünü təqdim edirsən. Deyirsən ki, mən Orxan və onlar da özlərini təqdim edir. Biri deyir İlqar, biri deyir Akif, biri deyir Sevinc və s. Həmin vaxt əslində sənin fikrin çox vaxt özünü düzgün idarə etməkdə olur deyə sən insanların adına fikir vermirsən, qulaq asmırsan. Yəni eşidirsən, amma qulaq asmırsan. Və biraz keçir, sən heç bilmirsən ki, o insanın adı nədir. Əksər insanlar bu vəziyyətdə yaddaşların zəif olduğunu düşünür. Amma burada problem nədir? Sənin yaddaşın zəifdir. Xeyr. Burada problem odur ki, sən ümumiyyətlə fikir verməmisən. Yaddaşın birinci şərti diqqətdir. Yəni, bir məlumata fikir vermək. Bizim ətrafımızda o qədər məlumat var ki, amma onların əksəriyyəti bizim yadımızdan çıxır. Nəyə görə? Çünki fikir vermirik. Ona görə burada özünü qınamağa ehtiyac yoxdur. Sən sadəcə fikir verməmisən. Çünki fikrin ayrı-yerdə olub. Axı biz demişdik, insan eyni anda yalnız bir şeyə fokuslaşa bilir. Sən də həmin vaxt düzgün rəftara fokuslanmısan və ya özünü təqdimata fokuslanmısan. Ona görə yaddan çıxartmağın normaldır. Burada dediyim kimi, problem sənin sadəcə diqqətin başqa yerdə olmalıdır.